məsələsiz. Bəs valideyn bu zaman nə etməlidir? Ən çox nəyə diqqət etməlidir? Ən çox məncə, yəni mən fikirləşirəm ki, əgər mən özüm bir valideyn kimi xaricdə təhsil şirkəti axtarsam, yəni mən ən birinci baxaram fəaliyyət dövrünə. Yəqin ki, bu mənim şəxsi fikrimdir. Yəni baxaram ki, şirkət nə qədər vaxtdır fəaliyyət göstərir. 10 ildir də bildiyim qədərilə. Bəli, 2012-dən, yəni 11-ci ildə artıq. Yəni mən baxaram ki, fəaliyyət nə qədər vaxtdır bu şirkət fəaliyyət göstərir və gördüyü işlərə diqqət yetirərəm. Məsələn, bizdə Azərbaycan deyil, başqa ölkələrdə var. Biz Türkiyə ilə də əməkdaşlıq edirik. Türkiyədən də bizim həmçinin tələbələr var. Məsələn, orada bəzi valideynlər var. Həqiqətən mənim xoşuma gəlir onların yanaşması. Necə yanaşırlar? Deyək ki, bir tələbə düzəlmək istəyir və ya abituriyent Türkiyədən. Universitetin adını deyirsən, xəritə vasitəsilə, internet vasitəsilə girir universitetin yerini öyrənir, baxır. Google Map-dən girir, baxır ki, universitet harada yerləşir, bizim şirkət nə iş görür, bizim şirkətin ofisi harada yerləşir, Google Map-dən hamısına baxır. Mən yəni tərəfdarıyam bunun. Araşdırsınlar. Ümumiyyətlə, həmişə bir şəxs, bu xidmət ola bilər, bu digər bir şey ola bilər. Əgər nəsə almağa çalışırsa, araşdırmalıdır. Bəli, araşdırmalar aparmalıdır və təəssüflər olsun ki, məsələn, bugünkü gündə bəzi insanlar var ki, hələ də düşünürlər ki, Ukraynada təhsil alan tələbələr diplomlarını təsdiq edə bilmirlər. Ukrayna diplomları ümumiyyətlə tanınmır, bunu dosta deyirlər, qohuma deyirlər, qonşuya deyirlər. Məncə siz artıq bu fikirləri aradan qaldırmışsınız. 10 il böyük bir müddətdir. Əlbəttə ki, yəni bizdə təsdiq alan diplomlar var, bizdə tələbələr var ki, hansı ki, bir tələbəmiz də çoxdandır artıq tələbəmiz vəkildir, hal-hazırda vəkil kimi fəaliyyət göstərir. Artıq yəni tələbə statusundan çoxdan çıxıb. Bəli, yəni bu sadəcə yəni bir tələbədir. Yəni bundan bir neçələri var ki, hal-hazırda fəaliyyət göstərirlər və çox böyük də uğur qazanıblar. Mən onu demək istəyirəm ki, bugünkü gündə məsələn deyirlər Ukraynada diplomlar təsdiq olunmur. Bəli, olunmayan diplomlar olub, təsdiq olunmayan diplomlar olub, amma bunların səbəbi olub. Səbəbi nə olub? Yəni giriş-çıxış ölkəyə möhürlər, ondan sonra rəsmi qaydalar. Əlbəttə ki, rəsmi qaydalarda yəni maddə var, o maddəyə əsasən imtina veriblər və təsdiq olunmayıb. Bir şəxs ki, bir tələbə ki, diplomunu təsdiq edə bilmədi, o hansısa bir qohumdadır ki, mən diplomumu təsdiq edə bilmədim, öz günahı ucubatından və artıq şayiə yayılmaya başlayır ki, Ukraynada diplom təsdiq olunmur. Halbuki heç də elə deyil. Yəni bugünkü qulaqdan qulağa, ağızdan ağıza gəzən söhbətlərdir. Əlbəttə, ağızdan ağıza gələn söhbətlərdir. Yəni diplomlar təsdiq olunur. Hamısı dövlət universitetləridir. Hamısı həqiqətən Ukraynanın Xarkov şəhəri ümumiyyətlə tələbələr şəhəridir. Bəli, bəli. Əksəriyyət çoxdur universitet. Hər yer